Bilirdim ki 300 bal yığacağam. Sadəcə olaraq biraz həyəcanlı idim. Xədicə çox nizam intizamlı uşaqdır. Bir gün belə dərs buraxmayıb o uşaq. 9-cu sinif şagirdi Xədicə Qasımova 300 bal toplayaraq buraxılış imtahanında uğur qazanıb. Xaricdə təhsil alıb vətənə savadlı həkim kimi dönmək istəyir. Xədicə Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 4 nömrəli orta ümumi təhsil məktəbinin 9-cu sinif şagirdidir. O, buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplamağı bacarıb. Bu möhtəşəm göstərici həm Xədicənin əzmkarlığını, həm də onun gələcək planlarının böyük bir addımı olduğunu təsdiqləyir. Xədicənin uğuru təhsil ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Sumqayıt Təhsil Sektorunun müdiri İman Ağayev şagirdi təbrik edərək onun bu nəticəsinin gənclər üçün gözəl nümunə olduğunu vurğulayıb. Bildirib ki, Xədicə Qasımova Sumqayıtın və Azərbaycanın istedadlı gənclərindən biridir. Onun maksimum nəticə ilə imtahanı başa vurması böyük qürur hissi doğurur. Xədicə Qasımova uşaqlıqdan elmə, xüsusilə də tibb sahəsinə xüsusi maraq göstərib. Onun ən böyük arzusu həkim olmaq və gələcəkdə vətəninə yüksək ixtisaslı həkim kimi xidmət etməkdir. Məktəbli deyir ki, yüksək nəticə əldə etmək üçün çox çalışıb, müəllimlərinin, ailəsinin dəstəyindən böyük güc alıb. Xədicənin planı yalnız yüksək bal toplamaqla məhdudlaşmır. O, təhsilini daha da genişləndirmək, beynəlxalq təcrübə qazanmaq məqsədi ilə xaricdə təhsil almağı düşünür. Ən əvvəldən məqsədimə çatmaq üçün çox çalışdım və bilirdim ki 300 bal yığacağam. Sadəcə olaraq biraz həyəcanlı idim. Sırf o açıq tipli suallar üçün. Nəticələr də çıxanda çox sevindim və axırki məqsədimə çatmışdım. Gələcək arzuların nədir? Gələcəkdə məhz 11-dən sonra Almaniyada təhsil almaq istəyirəm, tibbi təhsil. Tibbi təhsil aldıqdan sonra məhz həkim olmaq istəyirəm. Yəni, ölkəbə savadlı bir həkim kimi dönmək istəyirsən? Bəli, elə istəyirəm. Nə həkim olmaq istəyirsən? Ginekoloq üzrə, qadın həkimi. Məktəbin direktoru Səadət Məmmədova şagirdi haqqında ağız dolusu danışır. Xədicə bizim 9B sinifində oxuyur. Həmin sinifin uşaqları demək olar ki, hamısı 200-dən çox bal toplayan uşaqları olub. Orada hardasa bir 3-4 nəfər 200-dən aşağı bal toplayıb. Ümumiyyətlə yaxşı sinifdir. Xədicənin özünə gəldikdə isə Xədicə çox nizam intizamlı uşaqdır. Bir gün belə dərs buraxmayıb o uşaq. Çox məsuliyyətli uşaqdır. Bu təbii ki, ailədən, valideynlərinin tələbkarlığından, məsuliyyətindən irəli gələn bir şeydir ki, hər gün o uşaq dərsdə olub, dərslərinə ciddi yanaşıb. Onun o əzmini görən müəllimlər də onu bir dəqiqə etinasız olmayıblar ona qarşı. Çox diqqətli olublar, onun suallarına cavab veriblər, onunla çox məşğul olmağa çalışıblar. Əlimizdən gələni elədik, amma sağ olsun Xədicə də heç kim nə valideynlərin, nə bizim zəhmətimizi itirmədi. Gözləyirsiniz balı? Əslində Xədicə özü gözləyirdi bu balı. Çünki o hədəf qoymuşdu özünə, bu 300 balı hədəf qoymuşdu. Özü də deyirdi, son günlərdə deyirdi ki, mən 300 balı toplayacağam. Biz də ondan gözləyirdik. Çünki onun elə cavablarından, BSG-lərindən, yəni onun dərslərə hazırlığından biz bilirdik ki, o uşaq çox hazırlı uşaqdır. Əslində, yəni sentyabr ayından tədris ili başlayandan Xədicə qarşısına məqsəd qoydu ki, yəni mən 300 bal toplayacağam. O fikirlə, o məqsədlə, o əzmlə çalışdı və istəyinə nail oldu. Təbii ki, həm müəllimlərinin, həm məktəbin, həm bizlərin və onun bütün sevənlərin hamısının başını uca elədi. Çox sevindirdi bizi. Həqiqətən də qürur duyuram övladımla. Yəni, övladınızın arzusu var. Xaricdə təhsil alıb, savadlı bir həkim kimi vətənə dönmək. Yəni, bir valideyn onu dəstəkləyirsiniz yəqin ki? Təbii ki, dəstəkləyirəm. Yəni, fikrimizdə də var ki, yəni biz də onunla bərabər o həmin təhsil dövründə ona dəstək olaraq onun yanında olacağıq. Sonda qeyd edək ki, Xədicə Qasımova kimi gənclərin uğurları Azərbaycanın parlaq gələcəyinin təməlini qoyur. Biz də ona yeni zirvələr fəth etməyi, arzularını reallaşdırmağı arzulayırıq. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.